69-cu iyul ayında mən Azərbaycanın o vaxtki Mərkəzi Komitəsinin birinci katibini seçildim, Azərbaycan rəhbəri seçildi. 1969-cu ildən başlayaraq 70-ci illərdə bu korrupsiya ilə, rüşvətxorluqla, cürbəcür bu mənfi hallarla mübarizəni Azərbaycanda başladı. İlk dəfə bu Sovetlər İttifaqında Azərbaycanda başladı. Biz bunun təşəbbüskarları olduq və bunun da nəticəsi olaraq mesela Dapros filmi yarandı. Bu mənim 69-cu ildə bir respublikanın rəhbəri kimi apardığım siyasi işin xətti kinoda əksi idi. Yüksək mədəniyyətə malik olan xalq həmişə irəliyə gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcək.